Bir maraqlı xəstə barəsində danışmaq istəyirəm. Bu xəstənin 31 yaşı var. Uşaqlığında böyük miyoma, interstisial miyoma, yəni intramural, endometrial tam şəkildə deformasiyalı 10 sm-ə yaxın miyoma. Xəstə ailə qorumayıb, bir neçə klinikada olub. Bütün klinikalarda bunu laparoskopiyanın bağlı üstü laparoskopiya üsuluna götürmək mümkünsüz olduğunu deyiblər. Hətta belə açıq usulun olsa belə uşaqlığı saxlayıb saxlanılmasına tam şəkildə söz verilmir. Biz bu əməliyyatı laparoskopiya ilə başa çatdırdıq. Uşaqlığı tam şəkildə saxladıq və ən əsası bu xəstənin ana olmaq arzusunun əlindən alınmadı. Əməliyyatdan çox razı qaldım, çox sağ olun. Çox yerləri gəzmişdim. Bir neçə ginekoloqa, tanınmış həkimlərə getmişdim. Amma mənə açıq əməliyyat buyurmuşlar, bir də matkanın saxlanmayacağını demişlər. Mən sən ailə qurmamışdım deyə qorxurdum. İstəyirdim ki, matka saxlanasın. İndi heç bir qanaxmalar yoxdur, hər şey çox normaldır. Çox sağ olsun doktorum, mən böyük bəladan qurtardı, mən ömrüm boyu ona minnətdarım.